sual verim. Yəni həcc ibadəti vacibdir. Bugünkü dediyimiz həcc ibadəti vacibdir. Bugünkü həcc o həcc deyil. Yəni bugünkü həcc o həcc deyil, orada hansısa bir yanlışlar ola bilər. Amma bütövlükdə həcc böyük bir ibadətdir. O Səfada, Mərvada, orada yetirilən prosesdə... Yaxşı, nə qazanırsan? Bax, sən də olmusan orada. Səfa Mərvədə getdin, nə qazandın? Hə, getdin Fıranda gəldin. Yaxşı, mən namaz qılırıq da biz. Bax da, sualla cavab verməyək. Yox, mən də deyirəm də, niyə mən əyilib qalxıram, məsələn, niyə əyilib qalxıram? İndi deyəcəm da, gəl sualla cavab verməyək. Səfa ilə Mərvə arasında getdin, gəldin, nə qazandın? Niyə onu biz eləyirik? Bilmirəm, mən səndən soruşuram. Niyə eləyirik? Mən bilmirəm da, səndən soruşuram. Niyə bilməmiş olmazsan? Yəni onu... Və yaxud da Kəbənin ətrafında 7 dəfə fırlandın. Nə oldu? Nə dəyişdi? Həyatında nə müsbət bir effekt oldu bunun? O məntiqlə götürəndə onda gərək namaz da qılmaya, əyləkdə görsən, onlara getmirəm da, onlara girmədim. O yox da, onda niyə... Hər bir ibadətin mahiyyəti var. Yox, onda biz niyə həccdə gələndə konkret deyirik ki, həccin bütün əməlləri dinə uyğun deyil və yanlış təsəvvür? Deyil də, bəli. Niyə biz çünki Qurana ziddir bunlar. Quranda şeytan daşlama mı var? Mina məsələsi mi var? Biz axı danışdıq ki, bütün məsələlər Quranda. Mən də deyirəm ki, Quranda olmalıdır. Çünki İslamın yeganə mənbəyi Qurandır. Mənbə yeganə budur. Yekunlaşdıram. Yaxşı, biz indi həccə getmək müsəlman üçün vacibdir də. Vacibdir, amma kimlər üçün? Quranda buyurur ki, vacibdir. Harda buyurur? Deyin birdən. Necədir? Yəni həcc... Harda deyir? Deyin, mən sizə ayə ilə deyim də, izah edeyim orada. Bəy oxuduz həcc... Deyir, harda deyir? Nə deyir? Birdən deyin də, Quranda harda deyir, bax. Həcc surəsində. Həcc surəsində kim üçün deyir? Kimdə onu deyən? Allah İbrahimə əmr edir, əzzin deyir. İbrahim ki, hansı dinin peyğəmbəri? Heç bir dinin peyğəmbəri deyil. Bizim peyğəmbərimiz kim? Bəli, bizim peyğəmbərimiz deyil. Bizə şəriəti kim gətirir? Bizə şəriət hamısı Nuh Şura surəsi 13-cü ayəsindən görə Nuhun da şəriəti eynidir, Musa'nın da şəriəti eynidir, Muhammedin də şəriəti eynidir. Bizə şəriət gətirən Məhəmməd bizə xeyr, bizə şəriəti qoyan Allah da ancaq. Şari olan Quranda Allahdır. Allahdan başqa peyğəmbərin heç halal haram qoymaq səlahiyyəti yoxdur. Allahın peyğəmbəri kimdir? Allahın peyğəmbəri bütün digər peyğəmbərlərlə bərabər hamısı İslamda müsəlmanlara göndərilən müsəlmanlara göndərilən peyğəmbər hamısı bütün peyğəmbərlər müsəlmanlara göndərilən peyğəmbərdir. Biz ayırmarıq. Yox, müsəlmanlar göndərilən deyəndə konkret hazır. Mən əgər la ilahə illallah deyib, Muhammed Rasulullah deyib, İbrahim Rasulullah demirəmsə mənim problemimdir bu. İsa Rasulullah demirəmsə heç kim onu inkar eləyə bilməz. Amma İslam dinini müsəlmanlara gətirən Allah Quran-Kərimdə Yusifdən müsəlman kimi bəhs edir eləmir. Onların hamısını qəbul etməli, hörmət eləməli. Söhbət o, amma şəriəti gətirən... Qardaş, bax, yaxşı, ərəbcən bilirsən də Ərəbistanda oxumusan. Açıram 42-ci surəni, 42-ci surə Şura surəsi, 13-cü ayəsini. Bax, orada nə deyir? Şari'a lakum minəd-dini mə vəssə bihi Nuhan vəl-ləzi əvhəynə iləkə mə vəssəynə bihi İbrahimə və Musa və İsa. Hamısına deyir. Aydındır, biz onu müzakirə eləmirik. Və sonra deməli ki, Nuh'a verilən də, Musaya da, İbrahimə hamısının şəriəti eynidir. Quran kimə lazım olur? Bütün insanlığa. İcazə verin.